götürüldü, 8-ə 3 hissəsi isə qaldı. Düzdür? Yaxşı. Kəsir neçə cür olur? Kəsir 3 cür. Kəsirin surəti. Kəsir neçə cür yox? Kəsir neçə hissədən ibarət olur? Kəsirin məxrəci, kəsirin surəti, kəsir xətti. Yaxşı, növbəti sual vermək istəyən var? Lətif, sən versən vermək. Riyaziyyatda neçə rəqəm var? Riyaziyyatda 10 rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Aferin. Geç, növbəti qrup. Sən burada. Birinci sual. Şəkilləri kəsrlərə uyğun rənglər. Birinci şəkil 4 hissəyə bölünmüşdür. 3 hissəsi rənglənmişdir. Bunu kəsrlə ifadə etdikdə 4-də 3 deyəcəyik. Rənglənməmiş hissə isə 4-də 1-dir. İkinci fiqur 7 hissəyə bölünmüşdür. 7 hissədən 4 hissəsi rənglənmişdir. Bunu kəsrlə ifadə etdikdə 7-də 4 deyəcəyik. Rənglənməmiş hissə isə 7-də 3-dür. Üçüncü fiqur 6 hissəyə bölünmüşdür. 2 hissəsi rənglənmişdir. Bunu kəsrlə ifadə etdikdə 6-da 2 deyirik. Rənglənməmiş hissə isə 6-da 4-dür. İkinci sual. 11-in piroqun 3-ünü Şakir, ikisini Səmər yedi. Piroqun yeyilən hissələrinə və qalan hissələrinə uyğun kəsirləri yaz. Yeyilən piroq 10-da 5. Biz bunu Şakir və Sənəmin yediyi totları birlikdə hesablayırıq. Bunu kəsirlə ifadə etdikdə 10-da 5 alınır. Qalan piroq da 10-da 5-dir. Üçüncü sual. Piroqun qalan hissələrini isə 10-da 5 ifadə edirik. Uzunluğu 20 metr olan lentin 4-də 1 hissəsi neçə metrdir? Bunu tapmaq üçün 20 metr uzunluğundakı lenti 4 hissəyə bölürük. 4 hissəyə böldükdə 5 metr alınır. Demək 20 metr uzunluğundakı lentin 4-də 1 hissəsi 5 metrdir. Sonra deyir ki, rənglənmiş hissəni kəsrlə ifadə et. Rənglənmiş hissə 2 hissədir. 4 hissəyə bölünmüş lentin 2 hissəsi rənglənir. Kəsirlə ifadə edəndə? Bunu kəsirlə ifadə etdikdə 4-də 2 deyirik. Rənglənməmiş hissə isə 2 hissədir. 4-də 2 kəsr alınır. 4-də 2 ilə ifadə 2 hissəsi isə rənglənməmişdir. Bunu ifadə etdikdə 4-də 2 adlanır. Aha, buyurun yoldaşınıza sual versin. Qalan Biz yox. yox, sizin videonuzda. Buyur. Ədədlər neçəyə bundan qabaq yaranmışdır? Ədədlər yox, qızım. Rəqəmlər. 2500-lərdə Hindistanda icad olunmuşdur. Yaxşı, Zülfisiyən bir görürsən? Məhsul vuruğu tapmaq üçün nə etmək lazımdır? Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Ləman bir görürsən? Seymur bir yemişi 9 bərabər hissəyə böldü. Onun ikisini bacısına, üçünü də qardaşına verdi. Qalan yemişi hissəsini kəsirlə ifadə et. Qalan hissəsi 9-da 4, yeyilən hissəsi 9-da 5. Düzdür? Evet. Ruhiyə bir sualı? Rəndə qarpuzu 10 hissəyə böldü. Ondan ikisini özü yedi, ikisini bacısına, ikisini də qardaşına verdi. Yeyilməmiş hissə qaldı. Yeyilməmiş hissə 10-da 4, yeyilən hissə 10-da 6. Afərin. Keçin. Bəsdir, bu qədər sual verdiniz. Yaxşı, qrup liderləri qrup işlərini təqdim elədi. Razı qaldınız liderlərlə? Bir alqışlarla onları alqışlayaq. Bizim qrup liderlərimiz yerlərinə və biz qruplarımızın işlərinə görə onları qiymətləndirək, görək ki, ən yaxşı kimlər təqdim elədi, nəyi təqdim elədi? Baxaq. Demək, rəqəmlər qrupu sadə kəsirləri oxuyur və ya yazır. Rəqəmlər qrupu yazır, oxuyur. Yaxşı da, ən yüksək bal 4 baldır. 4. Yaxşı, ədədlər qrupu da yazdı və oxudu. Düzdür, kəsirləri yazıb oxuya bilir. Ona da 4. Sonra əməllər qrupu çox əla. O da 4. Kəsirlər qrupu da yaxşı idi. Yazıb oxumaq əla. Bütün qruplarda kəsirləri işarə eləməyiniz, yazmağınız və onları ifadəli oxumağınız çox yaxşı, xoşuma gəldi. Yaxşı, ikinci, kəsirin tamdan kiçik olduğunu başa düşür. Demək, rəqəmlər qrupu yaxşı, əla, çünki onlar şəkil çəkməklə onu göstərmişdilər. Ədədlər qrupu, siz də şəkil çəkərək onu göstərmişsiniz. Yaxşı, yaxşı. Əməllər qrupu da yaxşı idi. Amma kəsirlər qrupu şəkil çəkməmişsiniz. Çəkmişsiniz? Hə, çəkmişsiniz. Onda sizə dedim.
Yaxşı. Kəsrin tamın bərabər hissələrini başa düşür. Bərabər hissələri olduğunu başa düşür. Demək, rəqəmlər qrupu öz suallarında yaxşı. Ədədlər qrupu da yaxşı idi. Əməllər qrupu da yaxşı idi. Belə baxıram, hamınız yaxşı idiniz. Siz də yaxşı idiniz. Şəkilə görə bütünlüyün müəyyən hissəsini sözlə və kəsrlə ifadə edir. Mənə elə gəlir ki, onu biraz bu qrup zəif ifadə elədi. Şəkilə görə 3, qalanları 4. Səsin surətini və məxrəcini nəyi ifadə etdiyini başa düşür. O qrup çaşdı, ona görə 3. Sonra bu qrup ifadə edir, bu qrup ifadə edir. Ədədlər qrupu ilə əməllər qrupu. O da 4. Bunlar da yaxşıdır. Yaxşı. Ədədlər qrupu ilə əməllər qrupu daha yaxşı nəticə göstərdilər. Onları almışdıq. Siz də yaxşıydınız. Sadəcə bərabər tutardınız. Yaxşı uşaqlar. Yorulmamısınız? Xeyr. Yorulmuşsunuzsa durun bir idman edin. Belə deyək. Əllərimizi düz qoyuruq, başımızı. Sonra tərsinə. Əllərimizi qaldırıb, parmaqlarımızı idman edək, işlərimizi sürüyorsunuz. Əlimizi qoyuruq belimizə. Elini tam eyləsin. Məsələ? Əyləşin və iş dəftərlərinizi çıxarın. İş dəftərlərinizi açırsınız, hissələr və kəsirlər. Olsun, onu sonra çalar. Kəsirlər hissələri açın. Başlayalım mı? Yaxşı, birinci sualımızı 30 rübsiya. Hissələrə uyğun kəsirlər yaz və rənglər. Birinci şəkil düzbucaqlıdır. Onun bir hissəsi rəngləyib, ona görə də 2-də 1. Aha, düzbucaqlıdan 2 hissəyə bölünür, onu bildirəm. İkinci şəkil. İkinci şəkil kvadratdır, 4 hissəyə bölünüb. Onun bir hissəsi rənglər, ona görə də 4-də 1. Aha. Düzbucaqlıdır, 4 hissə, yox, Əslində kvadratdır. kvadratdır, 6 hissəyə bölünüb. Onun bir hissəsi rənglər, ona görə də 6-da 1. Aha. 6-da 1. Bəsdir sən qızım, əyləş, davamlı olsun. Fərid oxu. Tələb olunan hissələri rənglər və uyğun Yox, kəsirləri elə o yaz. tapşırıq axıra kimi oxumadı axı rübsiya. O qalan ikisində. İçində 12-də 1, bunlar dördbucaqlıdır. Onların 12-də 1 yazılır. Buradakı gördüyümüz şəkil düzbucaqlıdır. Onlar 8 yerə bölünmüşdür. Onlardan bir hissəsi rənglənmişdir. Demək, kəsirli ifadə edəndə. Və 8-də 1. 8-də 1. Aha, o birisini oxusun Ləman. Tələb olunan hissələrin rənglər və uyğun kəsirləri yaz.
1. 7-də 1 hissəsi. Burada bu 7 bərabər hissəyə bölünmüşdür. Aha. Və bir Və bir hissəsini hissəsi rəngləyəcəyik. Rənglədir. Aha. 2 hissə, ikinci. 8-də 1 hissəsi. Bu 8 hissəyə bölünmüşdür. Onun bir hissəsini rəngləyəcəyik. Aha. 3. 4-də 1 hissəsi. Bu 4 hissəyə bölünmüşdür. Onun bir hissəsini rəngləyəcəyik. 4. 5-də 1 hissəsi. Bu 5 hissəyə bölünmüşdür. Onun bir hissəsini rəngləyəcəyik. Aha. Əyləş qızım. Növbəti tapşırığı kim oxusun? Ercan oxu. Sevil pirogu. Sən oxu, sənin fikir vermə. Sən gəl oxu. Sağ ol, əyləş. Sən oxu, Lətif. Lətif, sən oxu. Sevil pirogu 5 bərabər hissəyə böldü və bir dilimini yedi. Sevil yediyi hissənin hansı kəsr ifadə edir? Aha. Demək 8 hissə, 5 bərabər hissəyə böldü, birini yedi. Demək hansı kəsrlə ifadə olur? 1-də 5. 1-də 1. 5-də 1. Demək sən kəsri yaxşı bilmə. 5-də 1. Birinci məxrəc demək. Yaxşı, demək hansı bənd olur cavab? Növbəti tapşırığı oxusun Günay. Fiqurların rəngi hissələrini göstərən kəsrlər ardıcıllığını yaz. Hansı bənddə verilmiş ardıcıllığa uyğun deyil? Burada 2 hissəli bir hissəsi rənglənir. Yazın 2-də 1. Aha. Sonra 2'də 1, sonra Sonra yazdığım 3'də 1. 3'də 1, Sonra sonra 4'də 1. sonra 4'də 1. Sonra 2'də 1. Demək cavab hansıdır? Sonra 1'də 1. Evet. Yaxşı. Uşaqlar iş dəftərlərini bağlayın. Yaxşı. Uşaqlar, demək biz bu günlər keçdik. Kəsirlər haqqında keçdik və öyrəndik ki, kəsirlər neçə hissədən ibarət olur? Nəmandir? 3. Kəsrin surəti, kəsir xətti, Surəti yox, surəti. kəsir xətti, kəsir məxrəci. Aferin, əyləş. Yaxşı, biz nəyi kəsirlərlə ifadə edirik? Məsələn, çörəyi, qarpızı, Yəni, dilimləri. yəni bütövlük hissələrini. Əyləş. Yaxşı, surət, məxrəc nəyi ifadə edir? Tamın neçə hissəyə bölündüyünü. Aferin, əyləş. Bəs surət? Sabi? Tamın istifadə edilən və qalan hissələrin kəsirlə ifadəsi. Aferin, əyləş. Uşaqlar, demək, siz dərslikdən ev işiniz, dərslik səhifə 130-da 3-lə 4-dür. Başa düşdünüz? Bir də 2-ni qrup işinə salmışdım, onu görə işləmişim. 3-lə 4-dür. Və Dovşan sizə nə arzulayır? Uğurlar arzulayır. Çox sağ olun bugünkü dərsə görə uşaqlar. Mən sizə minnətdaram. Afərin və sizi alqışlamaq istəyirəm. Dərsimiz bitdi. Yaxşı, onda gündəlikləri gətirsin. Sən gətir gündəliyini. Zülfsiyah gətirsin, iş dəftərində işlədiyi tapşırığa görə. Gətir gündəliyini, Vüsal gətirsin. Oxudu, Ləman sən. Elcan oxumadı, sən. Siz gətirin gündəliklərinizi. Vüsal çox əla. Çox əla. Təqdimatında əla idi. Dərsində. Qırmızı tuşkanı tutmaq istəyək. Demək, sən Lamiyə, kəsrin məxrəcinin nəyi ifadə elədiyində çətinlik çəkdin? Ona görə
Səndə çətinlik çəkdin, ifadə edərkən məxrəcin yerinə, sürətin yerinə səhv qaldın. Yox, sən çapdaşlığını çox gözəl elədin. Yeməklərinizi aldınız? Yaxşı, aferin. Bak çocuğum. İstirahət edə bilərsiniz. Çox sağ olun, uşaqlar. Paylaşın uşaqlar. Siz bütün dərslərdə belə yaxşı cavab verirsiniz müəllimə? Sağ olun ki, çox məni razı saldınız, məni sevindirdiniz. Mən fəxr edirəm ki, belə savadlı şagirdlərimiz var. Arzu edirəm ki, o biri dərslərimiz də bu cür hazırlaşasınız. Oldu uşaqlar? Çox sağ olun. Müəllimləriniz də sağ olsun ki, sizə belə yaxşı öyrədim. Sağ olun.